Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağdam rayon Paşabəyli kəndində gözəl bir balamızın evində qonağıq. Xoş gördük səni balam, necəsən? Yaxşı. Adın, soyadın və atanın adı? Əkbərli Xədicə, atamın da adı Əkbərova Zahid. Əkbərov Zahid. Anadan olduğun gün və tarix. Neçənci ildə anadan olmuşsun? 2015. Oxuduğun məktəb? Rəfiq Qasımova adına Paşabəyli Kənd Təmətli Məktəbi. Hal-hazırda neçənci sinifdə oxuyursan? 5-ci sinif. Ən çox sevdiyin dərslərin, ən çox sevdiyin müəllimən kimdir? Hamısı. Hamısını çox sevirsən. Böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən? Atamın arzusu odur ki, mən böyüyəndə həkim olum. Ay Allah, inşallah Allah arzularınızı yetirsin sizləri. İndiyə qədər uğurların olub məktəbdə? Neçənci ildə məktəbə getmirsən? 2021. Boş vaxtlarında nə ilə məşğul olursan? Kitab oxuyuram. Çox gözəl. Atan haqqında bizə nə demək istəyirsən? Atam çox yaxşı bir atadır, məni çox istəyir. Nə gözəl. Hər dediyini edir atan sənin. Anan haqqında nə demək istəyirsən? Anam da məni çox istəyir, mən nə desəm eləyir. Ana da qayğıkeş, ana da. Qardaş bacın, neçə bacı qardaşsınız? Mənim bir bacım var. Bir bacım var. Adı nədir? Zeynəb. Hobbi nədir? Rəsm çəkmək. Çox gözəl. Həyatda böyüyəndə kimə bənzəmək istəyirsən? Anama. Anana bənzəmək istəyirsən. Çox gözəl. Balam, səni indi buradan çəkdik. Sənə baxacaqlar, sinif yoldaşların, öz yaşıdların, onlara nə demək istəyirsən? Onlar da çalışsınlar. Onlar da sən kimi çalışsınlar, bilikli olsunlar, eləmi? Anana, atana nə demək istəyirsən? Sağ olsunlar ki, məni böyüdüblər. Ay Allah. Sən də sağ ol balam. Belə qabaqsız şagirdsən. İnşallah Allah səni arzularına çatdırsın. Ananın, atanın təxri olasın. İnşallah.